Sayın Bakanım, forumumuza hoş geldiniz. Sayın Cumhurbaşkanımızın liderliğinde ve Dışişleri Bakanımız Hakan Fidan'ın e, ev sahipliğinde her yıl olduğu gibi bu sene de forumu gerçekleştiriyoruz. Özellikle Türkiye-Azerbaycan ilişkilerini biliyoruz ama bir de sizin ağzından kısa bir değerlendirmenizi isterim. Teşekkür ederim. Bugün biz her birimiz burada endevi olarak dünyanın en önemli diplomasi platformalarından biri olan Antalya Diplomatik Forumu'nun açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti bu günləri, böyük nümayəndə heyəti bu günləri Antalyadadır. Və forumun artıq toplantılar, panel müzakirələr başlamış. Rəsmi açılış mərasimi də bir qədər sonra başlayacaq. Forum ayın 19'da kimi işin davam etməsinə baxmayaraq, ancaq artıq burada olan bu izdihamı, burada olan dünya liderləri, onlarla İşləri Bakanlarının, aparıcı siyasətçilərin, ekspertlərinin dünyada, bölgədə olan gərginliyə rəğmən Antalya Diplomatik Forumunun növbəti dəfə daha böyük izdihamla sayla keçməsi bu Türkiyənin hesab edirəm ki, növbəti uğuru Türkiyə diplomatiyasına dünyada olan rəğbətin bir göstəricisidir. Azərbaycan-Türkiyə münasibətlərinə gəldikdə isə bunu dəyərləndirmək çox asan. Bunu bir geniş danışsa bu barədə saatlarla danışmaq olar. Çünki münasibətlər o qədər intensiv, o qədər sıcaq, o qədər genişdir ki, hər bir sahəni biz götürsək, siyasətdən iqtisadiyyata, enerjidən nəqliyyata, humanitar sahədən hərbi əməkdaşlığa hər birisi barədə, yenə deyirəm, uzun-uzun danışmaq olar. Ancaq qısa biz bunu dəyərləndirsək, hesab edirəm ki, həm Azərbaycan, həm Türkiyədə vətəndaşlar olaraq, xalqlar olaraq biz çox xoşbəxtik. Çünki iki qardaş dövlət və xalq arasında olan münasibətlər sözün əsl mənasında bənzərsiz. Dünyada nümunəsi olmayan qədər yaxın, doğma və sıcaqdır və hesab edirəm ki, bu ölkələrimizi daha da qüdrətli, daha da güclü, daha da zəngin edir. Sayın Bakanım, Türkiye'nin liderliğinde dünyada Türklere karşı bir sevgi seli ve güven patlaması yaşanıyor. Dış siyasette uygulamış olduğumuz Sayın Cumhurbaşkanımızın siyasi politikaları özellikle Afrika ve Doğu'da çok büyük rağbete ve takdire şayan görüldü. Bu konuda sizlerin de fikrini almak isterim. Türklere yönelik bu itibarın ve güvenin artmasını nasıl değerlendiriyorsunuz? Mən razıyam sizin qiymətləndirmənizlə. Qiymətləndirmənizlə ona görə ilk olaraq razıyam ki, biz, baxın, Türk Dövlətləri Təşkilatı illər ərzində fəaliyyət göstərir. Ancaq son illər ərzində biz xüsusi olaraq digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən təşkilata olan marağın artmasının şahidi. Təşkilatla daha sıx münasibətləri qurmaq istəyən aktorların sayının artmasından. Bu da onun göstəricisidir ki, qeyd etdiyiniz kimi, təşkilatın lider dövləti olan ilk olaraq Türkiyə, dünya siyasətində olan nüfuzunun daha da artması, söz sahibi olması, o cümlədən təşkilatın üyə dövlətləri, Azərbaycan, Mərkəzi Asiya dövlətlərinin də nüfuzun artması, onların bir sıra istiqamətlərdə öz bölgələrinin liderləri olması təşkilatı da marağı xeyli artır. Biz bunun şahidiyik. Evet. Eyni zamanda Türkiye'nin çok aktif xarici siyasətini hər kəs bugün görür. Nəinki bu bölgədə, dünyada demək olar ki, elə böyük bir proseslər yoxdur ki, orada Türkiye'nin rol olmasın. Türkiye'nin Afrika bölgesinde olan fəaliyyəti isə biz son illər ərzində bunu böyük uğurla həyata keçirən siyasəti izləyirik. Türkiye diplomatik temsilciliği bakımından dünyanın lider dövlətlerinden veya ilk 3 lider ülkesinden biridir. Məhz Afrikadaki temsilciliği ve dünyada olan temsilciliği barədə. Azərbaycan devleti olarak son iller ərzində xüsusi olarak 2019-cu ildə qoşulmama hərəkatına sədrliyimiz başlayandan sonra 4 il ərzində bilirsiniz ki, Azərbaycan qoşulmama hərəkatına sədrlik etmişdir. Və bugün də o hərəkətdə çox aktivdir. Xüsusi olaraq o zamanlara təsadüf etdi və ondan sonraki dövrdə
Afrika ölkələri ilə, Afrika qitəsi ilə Azərbaycan əlaqələri xeyli daha intensivləşib. Son bir neçə il ərzində onlarla dövlət missiyalarımız Afrika ölkələrində oldu. Orada həm siyasi münasibətlərimizin daha da zənginləşdirilməsi, eyni zamanda potensial iqtisadi projelərə baxmaq, eğitim layihələrinin həyata keçirilməsi və bir sıra ölkələrdə apardığımız fəaliyyət, o cümlədən Azərbaycan, Türkiyənin birgə bir fəaliyyəti kimi də həyata keçirilir və burada da hesab edirik ki, birgə layihələrin icrasında çox böyük potensialdır. Artıq bəziləri icra olunmaqdadır. Ancaq düşünək ki, yaxın illərdə biz xeyli daha artıq müsbət xəbərlərin şahidi olacağıq. Sayın Bakanım çok teşekkür ediyoruz verdiğiniz bilgiler için. Biz Azerbaycan'da etle tırnağın ayrılmadığı gibi iki millet tek devletiz. Çok teşekkür ederim.